Ay bala ne gelsin yolun ortasında? Gör çıkır yoldan. Çık kırağa çık. Ay zibil dilensini vurdum. Kurban oğlum gözüm atsın. Ne olur gözüm atsın. İntikam oğlum. Az benim oğlumu niye vurup bundan elədin? Bu bilirsən yard işləyirdi. Harda işleyirdi? Az mən nə bilim yard işləyirdi. Sən bunun altından çıxan mətdə dərini soyduracağım. Ay əmi bu senin oğlunsa bəs niye görürsən dilensin? Sən qadan almayam oğlu. Ha nəslin gözü getdi. Evi də satsan qutarası döysənə nə 50-60 min. Xeyri yoxdur. Əmoğlu gözləri var. Bu nətər nəsildir ki bunun gözü dilenir? Mən vurandan sonra değerli oldu bu. Ay Allah evim yıkıldı. Gözümün ışığı ay Allah xəyallarım suya düşdü. Az biz toya hazırlaşırdıq. 30 il sonra bir dənə oğlan tapmışdım. Cücbələnin ərə gedəcəyimi mən. Ayıl görüm hər restoran danışmışam. Sən ölə bilmərsən ayıl görüm. Az be mən bunu vurmasaydım nətər olacaqdı sənin xəyalların? Dilenir bu, dilencidir bu adam. Əsəbləşməyək Türkan xanım. Sen kimsən? Gülürsünüz. Yəqin ki, nə etdiyinizin fərqində deyilsiniz. Nə etdiyinizin fərqində olan zaman o üzünüzdəki təbəssüm kədər gözyaşları ilə əvəz ediləcək. Qardaş, sənin dilenci ilə olan əlaqəni bir dənə başa sal da mənə. Mən Amazon şirkətinin hissedarı Nasiya bir zənglə çıxışı olan Firdovsi müəllimin vəkiliyəm. Zərər çəkmiş də Firdovsi müəllimin oğludur. Ona görə də 7 milyon təzminat ödəyəcəksiniz. Kart atım. At qardaş, kartı at, mən 7 milyon ödəyirəm, at. Üstümə huzar gəlir